Təsəvvür eləyin ki, olmayan bir yerdən bir produkt yaratmısınız və o produkt hələ də sizin ən çox danışdığınız və hamıya göstərdiyiniz, qürur duyduğunuz məhsullardan biridir. Bu məhsul bizim şərablar üçün bir reklam çəkmə xarakterli bir videomuz idi. Deməli, burada nələr baş verdi? Biz bir nəfərin tanışdığı ilə meyzər şərabları ilə tanış olduq və bu meyzər şərablarında onların sahibi ilə tanışmağa getdik. Biz onlara təklif elədik ki, gəlin biz sizə birinci videonu çəkirik və biz sizə bunu hədiyyə eləyəcəyik. Əgər razılaşsaq, sonraki mərhələlərə davam eləyərik. Dedilər ki, yaxşı, razılaşdıq və albalı şərabını götürdük. Hal-hazırda onların əlində olan məhsul o idi. Albalı şərabını götürdük, 3 şüşə. Məhsula belə baxırıq, oturmuşuq, fotoqrafımızdır, videoqrafımızdır, mənəm. Belə bir yerə oturmuşuq, məhsula baxırıq, görürük ki, nə qədər də düzəlişdirsən, nə qədər də yaxşı işıq qursan, kameranı yaxşı qoysan, yenə də bizim istədiyimiz məhsulu ala bilmirik. Yəni bizim istədiyimiz nəticəni ala bilmirik. Dedik ki, burada olan problem nədir? Nədir görəsən bunu belə göstərən? Axırda qərar verdik ki, burada həm şüşənin özü, həm də ki, orada olan etiketin dizaynı videoya o qədər də oturmur. Yəni yaxşı görünmür. Ona görə də biz qərar verdik ki, gəlin meyzər məhsulları üçün biz ilk növbədə etiket dizayn eləyək və o etiketi özümüzün fikirləşdiyimiz şüşənin üstünə yapışdırıb o formada videonu çəkək. Çünki etiket məhsulun əsas hissəsini təşkil edir və o məhsulun ideyasını, məhsulun insanlara nəyi çatdırmaq istədiyini, bu fikirlərin hamısını həmin etiket danışmalıdır.